Bir neçə hədislərimiz var ki, Əhl-i Beyt əleyhissalamla əgər rabitəmizi çoxaltsıq, Allah Taala bizə 10 dənə də axirətdə bəzi nemətlər verəcək ki, birinci budur ki, deyir, onun namı əmalına baxmazlar. Ay, gətir filan kəs, filan möminin kitabını gətirin, açaq, baxmazlar, ehtiyac yoxdur. Açmazlar onun kitabını. İkinci budur ki, ona heç bir tərəzi qoyulmaz. Və gətirin bunu əməllərin baxaq görək keyfiyyəti nədir, kəmiyyəti nədir, baxılmaz. Üçüncü budur ki, onun üçün cəhənnəm odundan amannamə yazılır. Və bundan gözəlinə. Dördüncü budur ki, onun üzü ağ olar, yəni üzü nurani olur. Behişt paltarları, 5-ci behişt paltarları deyir, bunun əyninə cənnət paltarlarını geyindirərlər. 6-cı budur ki, və öz ailəsindən 100 nəfərə şəfaət edir. 7-ci, uca Allah ona rəhmət nəzərinə baxar da bunu biz açıqlaya bilmərik. Allahın baxışı necədir və biz bunu çox deyə bilmirik. 8-ci budur ki, onun başına cənnət tacı qoyular, 9-cu cənnətə hesabsız daxil olar və 10-cu ən gözəl də budur ki, qiyamətin sıxıntılarından amanda qalar. Nəyin nəticəsində? İndi bu hamıya aid deyil ki, gərək mən indi o rabitəni gücləndirəm və o məhəbbətin o mənbəyinə gedib çatam, özümə o məhəbbətləri, o əməllər ki var, onlarla sinxiyyət bağlayam, həyata keçirdən, bəli, ondan sonra bu xüsusiyyət yaranandan sonra Allah Taala bizə bunları, bu imtiyazları verər.